Salam əziz dəyərli müəllimlər. Bugün mən sizə qısa zamanda işığınızı görəcək test bankımızdan bir neçə test nümunəsinin izahını verəcəm. Deməli, qısa bir məlumat verim. Test bankımız deməli həm mövzu testlərindən, həm də ümumi sınaqlardan ibarət olacaqdır. Toplam bütün bölmələri əhatə edən mövzu testləri, nə ondan başlayıram bu arada və sonda isə 15-20 test aralığında deməli ümumi sınaq olacaq. Yəni onun içərisində hər şey olacaq. Yəni sırf imtahan formatında. Və ilk testimizə gəlin keçid alaq. She was going for walk across the fields to the. İndi bu test nümunəsindən də göründüyü kimi boşluqdan sonra isim var. Variantlara gəlin nəzər yetirək. Görürük ki, variantlarımızda nə var? Zaman ifadə edən qəliblər var. Gəlin ona uyğun bir nümunə yazaq. Deməli, 3 günlük tətil. 3 days holiday. İndi bu birləşməyə baxanda biz deyirik ki, burada problem yoxdur. Təbii ki, problem yoxdur. 3 günlük tətildən söhbət edir, bayramdan söhbət edir. Qayda var ki, ingilis dilində say birdən çox olarsa mütləq isim cəmlənir. S içəridə, gəlik çöldə olur. Amma bir günlük desəydik necə olardı? A day's holiday formasına deyərdik. Bir də bunu hyphenla vermək olur. Bu nə deməkdir? Bu belə olur. Yəni mürəkkəb formaya salırıq birləşməni qəlibi. Deməli, sayla isim arasına hyphen yerləşdiririk. Belə olur. 3 day holiday. 3 day holiday. Və buradan artıq görmək olur ki, ortaya hyphen girdiyinə görə artıq bu ismə toxunmaq olmaz. Bu ismi cəmdə vermək olmaz. Bu ismi deməli yiyəlikdə vermək olmaz. Çünki buradakı hyphen həm cəmliyi, həm də yiyəliyi ifadə edir. Çünki bu birləşmədə, bu qəlibdə əksiklik varmı? Sualını verirsən, təbii ki, var. Nədir o? Sonda gələn ismin artiklı əksikdir. Belə olmalıdır. A 3 day holiday formasında. İndi sual oluna bilərmi? Mən bunu artiklsız verə bilərəmmi? Xeyr, mümkün deyil. Çünki əgər sonda gələn deməli isim sayılan isimdirsə, tək isimdirsə, mütləqdir ki, orada artikl olmalıdır. Bu mütləqdir, labüddür. Hətta bunu başqa formada vermək olar. Məsələn, mən öz test bankında bunu vermişəm bu formada. A holiday of 3 days, 2 weeks. Hər 3 hal doğru. Düzdür, bəzi mənbələr deyir ki, bu birləşmənin önünə artikl vermək olur. Məsələn, Oxford kitabına baxsanız, Grammar Book, orada məsələn, bir neçə yerdə nümunələrdə bunu veriblər. Bu formadadır. A 3 days holiday olaraq veriblər. Amma təbii ki, biz bunu standart qaydalarda tətbiq etmirik. Ona görə bunu buradan silirəm. Çünki orada qeyd olunur ki, bu bir növ ədat yerindədir. Yəni 3 günlük bir, Azərbaycan dilində əslində bu var. 3 günlük bir tətil, bir bayram. Orada bir say bildirmir ki, onsuz vurğudur. More emphatic edir, yəni daha çox vurğulandırır ismi. Yəni emphasis yerində olur da, yəni vurğu yerində olur. Ona görə də vurğulamaq yerinə keçirdi orada əsas ismi. Ona görə də məsələn, bəzi mənbələr qeyd edir ki, artikl vermək olar ədat yerində. Yəni onu vurğulandırmaq məqsədilə. Amma təbii ki, biz bunu testləri tətbiq etmirik və onu hətta səhv cavab kimi götürürük. Yəni bu standart bir qaydadır. Yəni standardized grammarda biz onun
artiklsız veririk. Yəni bizə lazım olan, bizdən istənilən elə budur. 3 days holiday, a 3-day holiday və yaxud da ki, a holiday of 3 days. Yəni biz bu hər üçünü istifadə edirik. Gələk ikinci deməli boşluğumuza. Deyir ki, to və bla 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 house. Yenə boşluqdan sonra diqqətlə baxsaq görərik ki, burada isim var və ismin önünə nə gəlməlidir? Mütləq şəkildə əgər sahiblik bildirən nəsə varsa, yiyəlik gəlməlidir. Yiyəlik axtarmaq lazımdır. Bilirsiniz ki, bizim bir neçə birləşmələrimiz var bu formada olan. Məsələn, Governor General var, ondan sonra Court Martial var, ondan sonra Attorney General var. Yəni bunların mən sizə cəmləmələrini qeyd edeyim istəsəniz. Bu formada olur. Məsələn, götürək Attorney General məsələn. Və yaxud da ki, götürək Court Martial məsələn. Court Martial. Və yaxud da ki, Governor General məsələn. Bunların cəmlənməsi iki yolla olur. Həm içində, həm çölündə cəmlik vermək olar. Amma hansı standardized-dir deyə soruşsanız, içində olmağı daha çox istifadə olunur. Yəni, Attorneys General, Court Martial, Governors General. Bu daha çox istifadə olunur. Nəinki Attorney Generals, Court Martials, Governor Generals. Məsələn, bu daha az istifadə olunur. Yəni, içinə qoyulmağı cəmin daha çox ümumilikdə daha çox istifadə olunur. Yiyəlikləri isə təkində də, cəmində də, məsələn, tutaq ki, bunun yiyəliyini vermək istəyirsiniz. Təbii ki, bunun yiyəliyi hara artırılacaqdır? Yiyəlik demək, mürəkkəb isimlərdə sonu artırılma demək. Bu artıq məlum məsələdir. Mürəkkəb isimdirsə, yiyəlik sonu artırılma. Məsələn, bunu tutaq ki, cəm formada verirsiniz, yenə siz cəmini içəridə qoyursunuz, yiyəlik olduğu kimi qalır. Necə ki, məsələn, tutaq götürək son in law. Məsələn, bu təkdədir. Qabağına qoyaq artiklı. Bunun yiyəlik halı necə olacaqdır? Son in laws. Bunun cəm formasını deyək, sons. Çünki tərkibində söz önü olan mürəkkəb isimləri cəmləyəndə cəm şəkilçisi içəridə, yəni söz önündən əvvəl yiyəlik sonda qoyulur. Yenə baxın, təkinin də, cəminin də yiyəlik halı olduğu kimi qalır və dəyişmir. Yəni bu formada olur. İndi deməli bizə lazımdır ikinci boşluqda bu formada olacaqdır. Governor General's house. She was sure that he would help her because it was the duty of. Nə? Yenə burada isimsiz var və burada of var. Artıq fun olması bizə ondan xəbər verir ki, qoyacağımız ismə yiyəlik ehtiyac yox, çünki özü yiyəliyin yerinə keçir. The duty of Governor General və ya Governors General to help people like her. Düzgün cavabımız nə olacaqdır? Düzgün cavabımız elə göründüyü kimi C variantı olacaq. A variantında sayla isim arasına hyphen girərsə, daxil olarsa, yəni ortada deməli hyphen varsa, mütləq şəkildə isim təkdə qalmalıdır. Çünki buradakı hyphen həm cəmi, həm də yiyəliyi ifadə edir. Hyphen nədir? Hyphen defis deməkdir. Yəni, sayla isim arasına defis girərsə, deməli, mütləq şəkildə bu isim təkdə qalmalıdır. Çünki buradakı defis, yəni hyphen özü elə həm yiyəli, həm də cəmlənməli ifadə edir. A-da ona görə yanlışdır. B variantında bayaq qeyd etdiyim kimi hyphen olan yerdə yiyəlik olmaz. Çünki o hər şeyə əvəz eləyir. C doğrudur. D variantında 10 miles walk ola bilər. Burada problem yoxdur. Deməli, bəs buradakı problem nə ola bilər? Buradakı problem, burada ev deyirsə, deməli, evləri olardı. Çünki əgər
generallar bir evdə yaşaya bilməz axı ki, generalların hərəsinin özünün ayrı-ayrı evləri var. O zaman o cəmlənməli idi. Deməli, təkdə olmasında problem var onun. Y variantında 10 miles olmalı değildi. Düzgün cavabımız elə C variantı. Növbəti test tapşırığımız. Bu da yenə özüm seçdim ki, eyni qəbildən olsun ki, daha yaxşı möhkəmləndirə bilək. Digər sualımızda yenə during the summit significantly altered international perspectives. Deməli, burada yenə diqqətlə baxsaq görər ki, deyir ki, nə zaman during the Human Rights Summit. İndi buradan bayaq da qeyd etdiyimiz kimi mürəkkəb isimlərimiz vardı. Məsələn, Court Marshal dedik, Attorney General dedik, ondan sonra Governor General dedik. Bunlar da yəlik hal necə olurdu? Sonu artırmaqla olur. O zaman belə olacaq. The Attorney General's intervention during the human rights indi sual ortaya çıxır müəllim. Human rights hissəsində yəlik vermək olarmı? Olmaz. Çünki bunlar mürəkkəb birləşmə yaradır. Human Rights Summit. İnsan hüquqları zirvə toplantısı. Deməli, burada da belə olacaqdır. The Attorney General's intervention during the Human Rights Summit significantly altered international perspectives. Düzgün cavabımız elə D variantı olur. A variantında Human Rights yəlikdə olmaz. Çünki mürəkkəb birləşmə yaradır. B variantında insan hüququ yox, insan hüquqları sammitindən söhbət gedir. C variantında deməli Human Rights olardı. D variantında doğrudur. E variantında yəlik yoxdur. Düzgün cavabımız D variantı.